Xocalıda daha bir qrup sakinə seçdikləri biznes sahəsinə uyğun mal və materiallar təqdim edilib. Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi proqramın iştirakçıları onlara verilən aktivlər hesabına qoyunçuluq, maldarlıq, təsərrüfat, un məmulatları istehsal müəssisəsi, dərzi sexi, qadın gözəllik salonu, foto ateliye və digər istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar. İndiyə qədər böyük qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdanlardan 460 nəfəri özünə kiçik biznes qura bilib. Kozançılıqdır məndə, kənd təsərrüfatına, əkin sahələrinin, əhətyanı məhəllələr üçün. Razıyıq. Allah biz müraciət etmişik, mart ayında müraciət etmişdik, amma iyun ayında təlimlərdən keçdik. Bu gün də təqdimat oldu. Məşğulluğa müraciət elədim dərz avadanlığı üçün. Onu gətiriblər, sağ olsunlar. Bura yığılan nümayəndələrin hamısına təşəkkürümü bildirirəm ki, xalqımız üçün, millətimiz üçün əziyyət çəkirlər. Xocalı sakinlərinə dövr ərzində 100-dən çox öz məşğul aktivlər təqdim edilmişdir. Bugün isə 15-i qədər vətəndaşımıza 4 fərqli istiqamət üzrə zərflərin təqdim edilməsi həyata keçirildi.